Salamlayıram sizləri əziz izləyicilər. Şərhçiniz mən Mirceyhun Mənsimov. Yanımda dostum, qardaşım Əli var. Əli, salamlayıram səni də. Mən də salamlayıram səni Ceyhun. Ümid edirəm bugünkü oyunda afişasına uyğun olar, maraqlı, bol qollu keçər. Bəli, bəli. İlk öncə Əli, biz komandaların heyətlərini açıqlayaq. Səndən başlayaq Əli. Qeyd edim ki, Respekt komandası ilə Xətai komandası qarşılaşır və Xətai komandasının heyətləri səndədir. Əli, buyur. Xətai komandasının heyətlərində kapitan 10 nömrəli Bədəlov Nizami, 11 Avdiyev Sənani, 17 İsayev Yunis, 23 Salmanov Vüsal, 14 Əskərov Zaur, İbrahimov 10 İbrahimov Əbil. Bəli. Və qol, erkən qol görürük. Bəli, bəli, toxunuş var idi. Fərid Məmmədov bildirir ki, toxunuş var idi və ilk qolunu vurur. Bu 10 nömrəli oyuncu idi. Respekt komandasından hesabda 1-0. Respekt komandası öndədir. Yox, qol qeydə alınmadı. Hesab 0-0'dır. Fərid Məmmədov baxır və qərarını düzgün qoydu. Bəli, Əli, heyətlərdə qalmışdıq, buyur. Heyətlərdə qaldı. Deməli, Qasımov Samir, Fərəcov Vahid, Bəli. Paşazadə Nicat. Bəli, bəli. Xətai komandasının heyəti. Bəli, indi isə Respekt komandasının heyətlərini açıqlayıram. Kapitan qıraqda baş məşqçilik edir. Oyunda görməyəcək onu. Məmmədov Rızadır bu. 5 nömrəli oyuncu. 11 nömrəli oyuncu Əmir Aslanov Knyaz. 8 nömrəli oyuncu Bayramov Vüqar. 9 nömrəli oyuncu Kərimov Məmmədəli və kapitan Ağayev Hacəli. Atayev Sənan. 4 nömrəli oyuncu Aslanov Rəhman. 6 nömrəli oyuncu Qafarlı Hikmət. 1 nömrəli qapçı Cəfərov İlkin. Və son oyuncu Məmmədov Knyaz. Heyətlər belə idi Respekt komandasına, Əli. Bu oyunla bağlı nə düşünürsən, Əli? Oyunun afişası möhtəşəmdir. Hətta bu oyunla bağlı maraqlı bir nüans var. Xətai komandası qalib gəldiyi təqdirdə qrup lideri kimi növbəti mərhələyə keçir. Bəli. Amma məğlub olduğu təqdirdə qrupda qalır. Mən qeyd edim ki, bu Respekt komandasına da aiddir qrupda qalmaq. Mən birinci dəfədir belə bir şey görürəm. Bəli, çox maraqlı AB qrupun qarşılaşmaları gedir və qeyd edim ki, bu A qrupunun oyunlarıdır. 5-ci turun ilk oyunudur. Ümumiyyətlə bu necə mümkün ola bilər? Çox hələ də fikirləşirəm. Başa düşə bilmirəm ki, necə yəni udanda birinci yerdəsən, məğlub oldun, qrupda qalsan. Bəli. Bu necə olur? Yəni stabil oyun göstərə bilməyiblər. Bunun da səbəbi komandaların çox yaxşı oynamağıdır. Və heyət gəlməyəndə komandalar əziyyət çəkir, xal itirirlər. Xətai komandasında yeni simaları görürəm Ceyhun. Bəli, bəli. Hətta mən birinci dəfə də onları görürəm. Qeyd edim ki, biri qapçıdır, Əli Vahiddir. Digəri 10 nömrəli oyuncu Əbildir. Başqa kim var, Əli? Sənanini görürəm Ceyhun. Bəli, Sənani gəlməmişdi son oyunda. Keçən oyun Sənanin yoxluğu özünü pis olmuşdu. Bəli, məğlub olmuşdu Modern komandasına, Xətai qeyd edim. Gözəl paslaşmalar görürük. Geriyə pas verildi. İlkin uzaqlaşdırdı topu, amma out Xətai komandasının. Əli, qeyd edim ki, Respekt komandasında da təzə oyuncular var. Baxa necə olacaq. 10 nömrəli oyuncu da qeyd etdiyim adam. Top itkisi oldu Eycündən. Ceyhun, mən bir şey Bəli. başa sal. Yəni Xətai utsa Respekt qrupda qalır. Respekt utsa Xətai qrupda qalır. Belədir. Belə deyim, Muradoğlu komandasının 2 oyunları qalıb. Muradoğlu komandasının oyunlarına görə nəticələr dəyişə bilər. Onu biz indi heç nə dəqiq deyə bilmirik, təəssüf ki. Baxaq necə olacaq, maraqlıdır. Qeyd edim ki, bu oyunda
Muradoğlu komandasının Cənubi Futbol Klubu ilə maraqlı qarşılaşması var bu oyundan sonra. Orada da Əli yanımda olacaqsan, izləyəcəyik. Top itkiləri var hər iki tərəfdə. 10 nömrəli oyunçu zərbəsini vurur. Toxunuş var idi Nizami Bədəlova. Firdən zərbə. Bəli. Bu cür oyunlar çox var. Bax, hər iki komanda iddialıdır. Sürətli hücumlarla başlayır. Bəli. Hər iki komanda güclüdür. Çox vaxt, əksər vaxtlarda bu cür oyunlar gözlənilən kimi bol qollu olmur. Bəli, bəli. Minimal hesabla hansısa komanda qalib gəlir və yaxud da heç-heçə olur. Çünki heç bir komanda risk eləmir bu oyunlarda. Bu oyunda oyunlardan biridir. Zərbə qapçı üçün yerində idi. Pasını verdi Rəhman. Rəhman itirməyib irəliləyir topla. Baxır ətrafına. Sənan pas istədi. Cinahı dəyişdi Sənan. Geriyə oynadılar. Kapitan. Hacı Əli uzun bir pas keçmədi. Vüsal qarşıladı. Amma top yenə də Respekt komandasında. Rəhman önü boşdu. Zərbəsi qapçı Vahid oğurladı topu. Bədəlov nə edəcək? Topu uzaqlaşdırdı və out. Tələsir Respekt komandası. Qüvvətli zərbə gördük Sənandan. Əli, nə düşünürsən? Hələ ki başa-başa Sanki oyun gedir. susub baxırsan həqiqətən də. Spikerlik yaddan çıxıb oyun. Yox, elə oyun gedir ki, burada danışmaq yox, sadəcə olaraq baxmaq lazımdır. Deyirsən bu oyunda mən tək olacağam Əli, spiker kimi. Arada bir qoşulacam sadəcə. Aha, topu cərimə zərbəsi. Nizami kapitan Çobuda oynayır. Bədalov Çobuda oynayır. Yerdə qalan oyuncu qeyd edim ki, Məmməd Əli idi. Kərimov Məmməd Əli 9 nömrəli oyuncu. Xəttayda Sabiti kim idi? Sabit. Yox, o modern komandasına qarışdırırsınız. Qardaş mənim yadımda necə qalıbsa. Bəli. Balayev sahib. Bəli. Geriyə pas Hacı Əli zərbəsi azca qapıdan aralı Sahibin də keçdi. yoxluğu gördüm. Bəli. Qeyd edim ki, Əli Xətai komandasında son qapıda qalan qapçı Bayram idi. Gözəl də çıxış eləmişdi, amma yeni transfer var, o da qapçı Vahiddir. Baxa Vahid bu gün necə oyun göstərəcək? Bayram nədir yoxdur? Valla Kapitan Nizami bəlkə heyətləri tam toplaya bilməyib deyə Vahidi çağırıb. Hər şey ola bilər Əli. Nə edəcək? Knyaz zərbəsinə blok qoyulur. Vüsal önə baxır, amma Sənan önə gələrək uğurladı topu. Rəhman zərbə vura bilmir. Kapitan zərbə görəcək. Top hərəkətdə oldu. Təkrar başlanılacaq. Təxminimə görə 5 dəqiqə ərzində Xətayın qapısına qol vurulacaq. İlk gol vurulmuşdu, sadəcə olaraq Fərid Məmmədov qərarını dəyişdi və bildirdi ki, gol deyil. Məsələn, oyunun gedişatı 5 dəqiqə içində bir gol olacaq deyir. Bəli, qeyd edim ki, artıq 9-cu dəqiqədədir. Beş dəqiqəni keçib Əli. Ceyhun, sən məni başa düşmədin. Mən növbəti 5 dəqiqədən danışıram. Bəli, elə deyirsənsə Keçmiş bəli. zamandan danışmıram. Bəli, aydındır. Top Vüsaldan çıxdı, Respekt komandasındır. Oyuncunun arkasına girsin. Önə baxır, nə edəcək? Uzun bir pas, cinah dəyişildi. Nə edəcək? Baxır. Pasını verdi Rəhman. Rəhman itirdi, amma top yenə də Respekt komandasındadır. Qapçı yerindədir. Az qalsın. Top əlindən çıxırdı Əli. Kuryoz gol oldu. Nizami pasını verdi, amma dəqiq olmadı. Top Sənana gəlir. Məmməd Əlinin pası Nizami səhvini düzəldir. Bəli. 200-dən zərbə. Həqiqətən Nizami, Ceyhun, Bəli. oyunu alınanda da, alınmayanda da öz liderliyini Bəli. göstərdi komandada. Çox Penaltı. yox, məncə davam deyir. Fərid Məmmədov görürdü. Qeyd edim ki, Əli Nizami Bədəlov çox döyüşkən oyunçudur. Modernindən oyunda da biz bunu gördük. Əsl kapitan. Bəli. Hər çalışdı ki, Moderni məğlub etsin, alınmadı Əli, qeyd edim onu da. Gözəl pas, kapitandan avtogol görürük. Ceyhun, bəsdir, sən tərifləmə Ceyhun. Sən heç kimi tərifləmə. Kapitan üzgündür. Sən tərifləmə.
Respekt komandası sevinir. Gözəl içəriyə doğru pas verilmişdi, amma müdafiəçiyə kapitana dəyərək avtogol olur. Hesabda Respekt komandası öndədir Əli. Ceyhun, nə demişdin? Bəli, Nə demişdim? 5 dəqiqədə qol olacaq. Növbəti 5 dəqiqədə qol olacaq. Bax, Nizami Bədəlovdan qol gözləyirəm. Gözəl pasını verdi, blok qoyulur. Hacıəli müdafiədə gözəl oynadı. Amma top yenə də rəqibin oyunçusuna dəyir. Uzun bir pas keçmədi. Nizami Bədəlov topu uzaqlaşdırdı. Out. Tez başladılar. Ara pası keçmir. Rəhmanın zərbəsi qapıcı Vahid. Uzaqlaşdırır topu. Ceyhun, Out. Bəli. mənim fikrimcə növbəti qol Xətaydan olacaq. Hansı nömrəli oyunçu səncə? Məncə Sənani Sənani hələ ki aktiv görsənmir oyunda. Baxaq necə olacaq. Əli, zəhmət olmasa mənə 7 nömrəli qapıcı nə idi? 7 nömrəli oyunçunun adını bildirsən gözəl olar Xətai komandasından. Yeni transferdir bu arada qeyd edim. Qasımov Samir. Bəli, bəli. Bu Samirdir, 7 nömrəli oyunçu. Hələ ki üstünlük Respekt komandasındadır Əli. Baxaq necə olacaq. Paslaşırlar, amma paslar hamısı Respekt komandasına gəlir. Xətai paslarda itkilər var. Gözəl paslaşır. Zərbə idi bu. Yox. Məncə pas idi, amma başa düşmədi komanda yoldaşı 10 nömrəli oyunçunu. Xətayının bəxti gətirdi Ceyhun. Bəli, bəli. Qapıcı gözəl seyv etdi. Qapıcı seyv eləmədi Ceyhun. 1 metrdən dirəyə vurdular. Dirək idi. Mən qapısını görmüşdüm, Əli üzüldü Qapıdan sayəsində. elə taksas. Məhəmməd Əlinin zərbəsi qapıdan yan keçir. Qeyd edim ki, Bayramov Vüqar da Respekt komandasında oyundadır artıq Əli. Müdafiəçidir qeyd edim. Gözəl ara pası, Nizamidən də birbaşa pas. Qapıcı qapını tərk edərək topu uzaqlaşdırır. Samir az qalsın komandasını sevindirirdi. Xətaydan qol gözləyirəm Ceyhun. Nizami topu itirdi, uğurladılar ondan. Rəhman pası dəqiq olmadı. Qapıcı topu uzaqlaşdırır və Nizamiyə dəyir top. Out yerinə yetirildi. Pasını verdi. Bayramın Vüqar idi qeyd edim. Vüqarın zərbəsi qüvvətli almışdı və qapıcıya toxunuş var idi. Gücdən zərbə Respekt komandası yerinə yetirəcək. Vüqarın bir daha zərbəsi. Nə edir Vahid bu gün Əli? Sənani irəliləyir. Sənani nə edəcək? Sıyrıldı və müdafiədə gözəl oynayır. Hacıəli idi bu Əli. Sənanidən qol gözləyirəm Ceyhun. Mən açığı kapitandan gözləyirəm. Baxaq necə olacaq Əli. Nizaminin önünə gəlir. Zərbə görəcəyimi? Topu uğurladılar. Məhəmməd Əli pasını verdi. 10 nömrəli oyuncudadır top. Zərbəsi və gol! Hesab 2-0'dır. Bu dəfə yanıldım Ceyhun. Bəli, Respekt komandası çox yaxşı hazırlaşıb bu qarşılaşmaya. Həqiqətən də xal lazımdır Respekt komandasına və hesabda da öndədir. Xətai komandası sanki şokun içindədir Əli. Ayılmaq lazımdır. Nizami baxır kimlə oynayacağına. Pasını verdi. Qeyd edim, dəyişikliyi var Əli. Xətai komandasına qoldan sonra Nicat oyuna daxil olub. 10 nömrəli oyunçu. Nicat. Ravili də görürəm çox. Bəli, bəli. Ravil də oyuna daxil olub. 23 nömrəli oyunçudur. Cərimə zərbəsi oldu. Hacıəli Vüqarla oynayır. Vüqar ona baxır. Uzun bir pas. Rəhmana top dəqiq çatmır və qapıdan zərbə. Nicat pasını verdi. Qapıdan Nizami. Sənani irəliləyir. Sənani çox sürətlidir. Baxaq Vüqar nə edəcək? Bəli, Vüqar gözəl oynayır. Top Respekt komandasındadır. Qapıcı topu yerinə yetirəcək. İlkin. Vüqar gözəl
keçid etmişdi, amma topu saxlaya bilmir. Nizatdan uzun bir pas. Dəqiq olmur, out. Nabil topu saxlaya bilmir. Gözəl paslaşmalar. Rəhman irəliləyir, pasını verdi. Top hələ də Respekt komandasındadır. Hikmət baxır. Bəli, out. Hikmət topu yerinə yetirəcək. Hikmət kimlə oynayacaq? Pasını verdi. 10 nömrəli oyuncudadır. Top sıyrıldı. Zərbəsi. Qapıcı Vahid. Sənani. Sənanidən topu uğurladılar. Out. İmkan verelim de top değiştirin. Nizami pasını verdi. Bizdən pas dəqiq olmadı. Topu uğurladı Xətai komandası. Rabil pasını verdi. Sənani nə edəcək? Sənanidən Rəhman topu uğurlayır. Rəhman irəliləyir. Üçüncüdülər. Nə edəcək Rəhman? Hikmət var yanında. Önü boşdur. Zərbə vura biləcəkmi? Yox, blok qoyur Nizatına, qoymur. Zərbə vursun, pasını verdilər. Hikmətdən yenə Rəhman top gəlir. Rəhmanın pası keçmədi. Nizami pasını verdi Sənaniyə. Vüsal. Geldi. Nizat gözəl hərəkətlər görür Nizatdan. Bir daha Nizat. Cinah dəyişirdi. Kapitan tələsdi və top rəqib komandaya gəldi. Vüqar Rəhmanla oynayır. Bəli. Nicatın oyunda həqiqətən çox bəyəndim. Zərbə qapıda Vahid. İkinci dəfədir Nicatın oyuna baxıram. Adam çox əminlik verir müdafiədə. Bəli, məncə Xətai komandası düzgün heyətlə çıxmamışdı. Məncə İlk də. altılıq. Mən fikirləşəm ki, aha, Bəli, 2-ni bilədilər. Nə edəcək? Sənaninin önü boşdur, amma tələsdi sanki. Nizami. İlkin topu yerinə yetirəcək. Əli, məncə Nizat ilk dəqiqələrdə oyunda olsaydı bəlkə belə olmazdı. Nə düşünürsən? Yəni Navi Sənani ilə oynayır. Sənani davam deyir Fərdi Məmmədov. Bəli, gözəl hərəkət. Respekt komandasının adına layiq bir hərəkət gördük. gözəl. Gözəl. Sənani top Elgindən çıxır. Sənani geriyə oynayır. Əbil pası verdi. Nizatdan uğurladılar topu və out Xətai komandası. Hələ qeyd edim, havada külək var. Səncə bu oyunla bağlı küləyin təsiri varmı? Stadion açıq olduğuna görə bildirəməli bunu qeyd edim. Sualımı başa düşmədim. Yəni zərbələrdə külək topun istiqamətini dəyişə bilirmi səncə bu oyunda? Məncə o dərəcə külək yoxdur axıcı. Amma bilmək olmaz, birazdan külək qopa bilər. Bilmək olmaz. Mən Əbil, bəli. spikerlə başlasan biraz buralar. Hava axını ilə. Nicat. Baxır kimlə oynayacaq. Qapıcıya topunu verir Vahid. Ceyhun, Xətai bir qola bənddir ya. Bir dənə vursalar Bəli, məncə düzələcək hər şey. qol vursalar nəticə dəyişəcək. Hacı Əli. Məncə Nizami düzgün elədi burada. Nizat çünki müdafiədədirsə Nizami hücuma köməyə çıxmalıdır, düz elədi. Əbil. Pasını verdi Sənani. Sənaniyə gözəl pressing gördün Əli. Topu uğurladılar amma heç nə yox idi. Hakim davam demişdi. Əbil Səmani bir qədər aqressivdir sanki. Sənani. topu biraz çox saxlayır ayağında. Hətta zədələnə bilər buna görə. Çünki Respekt daha belə sərt mübarizədə aparır da belə. Bəli, bəli. Cinah dəyişirdi Nicat. Nə edəcək? Uzun bir pas Nizamiyə. Nizami sata bilmir topa. Gözəl idi, gözəl idi. Əli, Nizami müdafiədə idi, hal-hazırda hücumda görürük. Səncə qol vura biləcəkmi? Məncə düzgün addımdır. Düz istəyirəm ki. Buyur. Sənani. Sənani nə edəcək? Pasını verdi. Cinah dəyişirdi. Əbil. Top Əbildə qalır. Yox, bu qardadır. Top və out Respekt komandasınındır.
Uzun bir pas geldi. Topu uzaqlaşdırır Nicat. Əbil. Əbildən uğurladılar. Yerdə qaldı Əbil, amma davam deyir hakim. Pas keçmədi. Gözəl oynayır Nicat. Nicat 3-ün 1-ə atakın qarşısını alır həqiqətən də. Gözəl çıxış edir bu oyunda. Pasını verdi qapıcı üçün Elgün. Elgün irəliləyir, önü boşdur. Pasını verdi. Hikmət qapıcı ilə oynayır. Ceyhun. Uzun bir pas, amma dəqiq olmadı. Nicatın da ötürməsi dəqiq olmur. Bəli. Bir analizmi səninlə bölüşmək istəyirəm. Buyur. Məncə Nizaminin hücuma çıxmağı doğru addımdır, amma Sənaini müdafiəyə düşməməlidir. Çünki Sənaini ilə Nizami irəlidə yaxşı bir tandem təşkil edə bilər. Sənaini çox sürətlidir. Bəli. Nizami də təmkinlidir. Topla Sənaini təmin edə bilər. Məncə daha effektiv olar onların ikisinin hücumda olmağı. Hacəlin zərbəsi qapıcıya gəlir top. Uzun bir pas. Nizamiyə keçəcəkmi? Yox. Sənan gözəl oynayır müdafiədə. Bir şey də qeyd edim, Əli. Kapitan Respekt komandasında qıraqdan Rıza idarə edir zaminləri. Həqiqətən də Rızanın da böyük əhəmiyyəti var komanda üçün. Hələ də onu oyunda görməmişik. Qıraqdan tapşırıqlarını verir. Qeyd edim ki, Hacəli isə oyunda kapitandır. O həmişə biz hər turda öndə görmüşük, amma bu oyunda müdafiədədir. Çox maraqlıdır. Fərqli taktika ilə gəlirlər. Bəli, bəli. Rəqib komandanın xətayını gözə analiz edib və hesabda da buna görə deyərdim 2-0 öndədir Respekt komandası. Bəli. Bir biraz avtoqol oldu da Ceyhun. Bu şans məsələsidir belə şeylər. Amma ikinci gol. Bəli. Cinah dəyişildi. Hacəldən gözəl pas. Sənan topu saxladı və pasını da verdi. 10 nömrəli oyuncudadır. Top pasını verir. Zərbə olacaqmı? Yox. Topu uğurladı Ravil və out Respekt komandasının bir daha. 10 nömrəli oyuncusunun zərbəsi və blok gəlir. Yox, Respekt komandasında 10 nömrəli oyuncunu xüsusi vurğulamaq lazımdır. Bəli. Həqiqətən seçilir. Müsbət mənada seçilir. Bəli, bəli. Komandanın hücumlarının əksəriyyəti. Sənanın zərbəsi qapıdaydı Vahid. Elgün. İnamlıdır ha Ceyhun. Bəli, bəli. 2 top buraxmağına baxma. Çox gözəl çıxış edir. Təhlükəli ataklar görürük və onun da qarşısını alır. Ravil geriyə oynayır. Əbil. Əbildən ara pası keçmir. Uğurladılar topu. Toxunuş var idi Xətai komandasına, amma qapıcı qoymur. Bəli, gözəl oynadı qapıcı. Xətai komandası out qazanır Vahidin bu əziyyətinə görə. Vahid pasını verdi. Nicat. Nicat irəliləyir. Uzun bir pas. Əli, görürsənmi? Respekt komandası pasları necə oxuyur? Oy 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 Vahid. Ceyhun, çünki göstərib verirlər. Yəni belə o bir deyim var da göstərib vermək. Gözəl pas, zərbə olacaqmı? Və blok Nizamidə. Sənaniyə gəlir top 2-2-yədir. Əbil də var yanında, pasını verdi Əbilə. Əbilin zərbəsinə blok qoyulur Sənanla. Əş hücumların qarşısını Respekt komandası tez kəsir. Hücumlar düzgün qurulmur Ceyhun. Bəli, bəli. Bax, mən misal çəkim də. Qapı Gözəl hardadır? sıyrılır. Bəli. Qapı hardadır? Meydançanın yəni orta hissəsində də düzdür. Vahid. Bəli. Çox Əks uzaqlaşdırırlar. hücuma çıxan komanda Sənani yenə də eyni şey eləyir. Üçüncü dəfə də eyni şey eləyir. Top mərkəzlə gedir, qapı ilə üz-üzə getdiyi halda sağa dönür, künc zərbəsi istiqamətinə gedir də, küncə Bəli. gedir. Və elə də atakın kəsəri itir. Bəli. Baxaq nə edəcək Xətai komandası? Hal-hazırda atakdadır. Pas dəqiq olmadı. Bəli. Top ayağına ilişir. Sənan. Ara pası gözəl almışdı, amma Əbil gözəl oynadı müdafiədə. Gücdən zərbəni Respekt komandası yerinə yetirəcək. Gözəl pas, Məmməd Əlinin zərbəsi. Qüvvətli alınmışdı və toxunuş da var idi, Əli. Bir daha gücdən zərbə yerinə yetirildi. Elgünün başla zərbəsi. Və birinci hissə bununla da bitir. İkinci hissədə sizlərlə olacaq. Respektin üstünlüyü.
Və ikinci hissədə sizlərləyik. Qeyd edim ki, hesab 2-0'dır. Respekt komandası qalibdir hal-hazırda. Baxaq necə olacaq. Rəhman geriyə oynayır Sənan. Sənandan digər cinaha Hacəliyə pas. Uzun bir pas keçmədi, qapıcıya gəlir top. Top Sənaniyə dəymişdi. Hacəlidən pas. Rəhman topu gözəl saxladı. Gözəl bir pas verdi geriyə. Gözəl paslaşmalar görürük Respekt komandasından Əli. Nicat yenə də müdafiədə o gözəl oynayır. Ceyhun, Bəli. çox sadədir qardaşım. 10 nömrəni tutursan söhbət bağlanır. Respekt komandasında. Xətayı kimlə oynayırdı Ceyhun? Sabit kimdə idi? Modern komandası. Moderndə. Bəli. Bax orada da eyni belə bir mövzu var idi ki, Sabiti tutsaydılar, Modernin hücumların 70%-i dayanacaqdı. Bax burada da eyni situasiyadır. Gözəl oynadı. Topa toxuna bilmir 7 nömrəli oyunçu Samir. Yoxsa məsələ Yox, burada bir Vüsal. səndədir Ceyhun. Bəli. Sabiti tutmaq asandır, çünki hücumçudur. Hamı bilir ki, yəni hücumdadır. Bəli. Amma bu qardaş 10 nömrə Bəli, çox gözəl oynayır. hər yerdədir. Onu tutmaq olmaz da. Bəli, komandaya böyük effekti var həqiqətən. Hər komandaya belə oyunçu lazımdır Əli. Dayanmır, daim qaçır. Hər epizodlarda da onu görürük. Sənan topu qəbul edir. Bəli, düzgün qərar idi. Ayaq yuxarıda topa daxil olmuşdu. Xətai komandası topu yerinə yetirəcək. Ceyhun. Bəli. Geriyə oynayırlar Nizat. Nizatdan uzun bir pas. Nizami gözəl sıyrıldı amma. Ceyhun. Bərk oldu. Bəli. Buyur Əli. Sadəcə olaraq Sənani psixoloji özünü hazırlasa indi Xətayının qabağını ala bilməyəcəklər. Görək necə olacaq. Sənani biraz sönük qalıb. Məncə Sənani toparlansa Gözəl ara pası keçmir. Kaçsan, hiç yok. Qeyd edim Əli. Sənanini biz arkada görürük. Çox onu maraqlı. deyirəm Ceyhun, Sənani mövqeyində oynamır. Sənani mövqeyində oynasa O oğurladı, Vüsal pasını da verdi. Samir. Xətayda bu problemi mən Vüsal. hər oyunda görürəm Ceyhun. Nicat pasını da verdi. Öygün topu uğurladı. Nizami pressing edir. Top çıxdı bəli. Xətayının qısa analizini deyim sadəcə. Bəli, buyur. Xətayı hesabda geri düşməsin. Yoxsa çətin olur. Xətayı hesabda geri düşdüsə, komanda dağılır. Kim harda oynayır bilinmir. Amma Xətayı hesabda öndəsə, normal struktura var, belə deyək. Bəli. Misal üçün, oyun başlayanda Sənani harda oynayırdı? Öndə, İndi hardadır? geridə. Nizami harda oynayırdı? Geridə, Nizami incisə hardadır? öndə. Çox maraqlıdır həqiqətən. Bəli, cərimə zərbəsi Çobda oynamışdı Samir. Hacəli pasını verdi Elgün. Baxır önünə. Gözəl pas Hacəliyə. Hacəlidən pas, amma qapıcı Vahid yerindədir. Samir irəliləyir. Bəli, Vahidi mən tanıyıram Əli. Onunla bir çempionatda oynamışdıq. Rəqib qapıcı idi. Həqiqətən gözəl seyvlər etmişdi həmin oyun. Qapıcı yaxşıdır. Uzun bir pas, amma qapıcı yerindədir. Topu götürür. Baxır kimə verəcək uzun bir pas. Gözəl qəbul edir. Zərbə! Çox təhlükəli idi və Vahidə top dəymişdi. Barmaqlarıyla ram etdi. Bir də zərbə Nicat. Əli, Nicat həqiqətən gözəl oynayır. Qismət olsa Nicatı Yakatsumaya transfer eləmək fikri. Sənani və cərimə zərbəsi, bəli. Fərd Məmmədov görürdü. Abi elinde 30'dan bir için toplumdan tekliflerle oynamak istemiyor. Tekliflerle oyuncuların cezalarını. Sənani topu Nicata verir. Nicatdan gözəl pas. Sənani ilə boşdu. Zərbəsini vurur və top Hacəldən meydanı tərk edir. Sənani baxır. Uzun bir pas. Nizamiyə top gəlmir Sənan. Qeyd edim ki, Əli Respekt komandasının oyuncuları biraz uca boydu.
və hava toplarını da çox gözəl götürürlər. Məmməd Əli itirməyib, pasını da verdi. 10 nömrəli oyunçu irəliləyir. Zərbəsi qapçı. Həqiqətən də nə edir 10 nömrəli oyunçu bu gün? Baxır. Yerlə pas qapçı Vahid uzaqlaşdırdı. Nizami pasını verdi Sənaniyə. Sənani baxır. Çata biləcəkmi Nicat? Yox. Çatmır Nicat və gözəl pas idi, bəli. Sadəcə Sənani çox öndə idi. Nicat geridə olduğuna görə çata bilmədi topa. Sənandan uzun bir pas. Bəli, hava pası. Nizami topu uğurladı. Nicat irəliləyir. Pasını da verdi, amma yox. Uğurladılar. Məmməd Əli top uğurladı. Hücuma yetəri qədər adam qoşulmur. 2 nəfərə hücum olmur. Qapçı Vahid yenə uzaqlaşdırır. Nizamidən önə pas. Out. Respekt komandasından top meydanı tərk edir. Xətai komandası çox çalışır, amma qol vura bilməyib hələ də. Çox maraqlıdır. 32-ci dəqiqədir Əli. Ceyhun, oyundan qabaq sən nə demişdin? Nə demişdin Əli? Dedim belə böyük oyunların hesabı gözlənilən kimi olmur, aşağı olur. Bəli. Görək necə olacaq, hələ bitməyib. Out, qapçı Vahid topu uzaqlaşdırdı. Sənandan pas Məmməd Əliyə. Yenə Sənanın onu boşdu, pasını verə bilərdi, yox. Keçmədi. Nicat gözəl irəliləyir, amma pas dəqiq olmadı. Sənan. Vüsala dəydi. Top Vüsala gözəl daban pası. Sənani zərbəsi və gol! Sənani tam vaxtında gol vurur və komandasını sevindirir. Hesab 2-1 olur Əli. Oyuna intriga gəldi acaba. Bəli. Sənani Qırğın olacaq. komandasını sanki qaldırdı ayağa, yıxılan komandanı. Qardaş, Sənani hücumçudur da, gedib dayanıb müdafiədə. Komanda gol vura bilmir. Bəli. Komandanın kapitanı əvəzləndi Ceyhun. Nizami'nin biz zamində gördük. Meydançanı tərk elədi. Məmməd Əli Vüqarla oynadı. Vüqar cinahı dəyişir. Rəhmandan hava pası keçmir. Vüsal topu uzaqlaşdırdı və Vüqar yenə uzaqlaşdırdı. Xətai komandası dayanmır Əli. Baxaq nə olacaq. Gözəl blok gəldi. Gözəl paslaşmalar. Zərbə Məmməd Əli. Ceyhun, bir deyim var, dayandım, batdın. Bəli. İmla yəni bu indiki vəziyyət. Evet, sanki Respekt komandası biraz rahatlayıb Əli. Respekt də dayandı, baxdı. Burada kim? Sənan topu uzaqlaşdırır. Vüsal topu yerinə yetirəcək. Axala. Geriyə oynadı Nicat. Nicat sıyrıldı. Pas verəcəkmi? Yox, pası dəqiq olmadı. Sənan irəliləyir. Yerlə gözəl pas. Rəhman. Rəhmanın zərbəsi qapçı Vahid. Vahidin bu inadını nə qədər çəkmişik Əli. Vüqar. Pasını verdi. Rəhman önü boşdu. Zərbə olacaqmı? Yox. Pasını verdi. Sənan. Sənanın zərbəsi Vahid. Nicat uzaqlaşdırır. Əbil. Topu itirdi və cərimə zərbəsi bildirir Fərid Məmmədov. Respekt komandasındır. Cərimə. Vahid canlı sədd qurur. Baxaq, canlı səddə 3 yoxsa 2 oyuncu görəcəyik. Yox, 2 oyuncu var Əli canlı səddə. Birbaşa qapıya zərbə mi yoxsa Əli ev tapşırığı mı olacaq? Burada tapşırıqlı bir şey yoxdur, zərbə. Məmməd Əli topun başında zərbəsi Vahid. Gözəl seyv edir. Cinahı dəyişdilər. Uzun pas keçmir yenə də. Sənan hava toplarını, yerlə gələn toplarını hamısını qarşılayır. Saldan gözəl pas. Əbil pasını verdi Sənaniyə. Cərimə, bəli, Vüqar sərt oynamışdı. Sənani artıq 3-cü dəfədir məncə yerdə qalır Əli. Daha çox. Çox sərt oynayırlar Sənaniyə qarşı. Bilirlər ki, çox sürətli oyunçudur. Baxır. Bası keçmədi, itirdi Samir.
Mehmet Ali irəliləyir. Baxır, cinahı dəyişdi. Bəli, top 10 nömrəli oyunçuya gəlir. Uzun bir pas, dəqiq olmadı. Gerisinə düşdü top. Vahid Samirlə oynayır. Samirdən uzun bir pas. Nizami oyuna daxil oldu. Əli. Vüsal Samirlə oynayır. Nicata top gəldi. Nicat nə edəcək? Nicat irəliyə biləcəkmi? İtirməyib. Qəşəng hərəkətlər gördü. Pasını verdi amma dəqiq olmadı. Top Xətai komandasındadır. Samir baxır. Pas keçmədi. Sənan topu qazandı. Rəhman baxır, kimə verəcək? Ara pası gözəl alındı. Qapçının səhvi və gol! Məhəmməd Əli idi bu. Vahid qapıdan çıxaraq səhv çıxış etdi və Məhəmməd Əli onu keçərək gol vurdu və komandasını sevindirdi. Komandasının 3-cü qolunu vurur Məhəmməd Əli. Oyunun bitimində neçə dəqiqə qalacaq? Qeyd edim ki, 37-ci dəqiqədə gol vurulur. Hesab 3-1-dir. Xətai komandası baxaq nə edəcək? Samirdən geriyə pas. Vahid. İndi vəziyyət bilirsən necədir? İndi biraz gülməli səslə necə? Bəli. Fikrim. Sağı boş bırakırıq ha. 3-1-dir, 13 dəqiqə qalır və Tarkanın mahnısı yadıma düşdü Ceyhun. Hansı? Deyir, kır zincirlerini gəl aşka benimle. Yəni ki, hər şeyin daşını at. Nəyin var, nəyin yox, gəl. Risk elə İndi də deyirsən. Xətai də Deyirsən Nizami Bədava risk etməlidir bu. Xətai zəncirlərini qırıb aşka doğru gəlməlidir qardaş. Bəli. Baxaq, çox maraqlıdır. Variant yoxdur. Boşluqlar görürük Xətai komandasında. Əli Hikmət pasını verdi. 10 nömrəli oyuncudan pas idi bu, amma heç kim yox idi. Rəhmanı gözləyirdi orada 10 nömrəli oyuncu. Samir baxır. Samirin pası Vüsala dəydi, oğurladı topu. Rəhmanın zərbəsi. Vahid. Topu oğurladılarmı? Yox, hələ də 10 nömrəli oyuncudadır. İtirmir və cərimə zərbəsi bəli. Fərdi Məmmədovun düz gözünün qarşısındaydı. Görürdü bunu. Top çıxmışdı. Fatih Tərimin bir sözü var. Bam bam bam. Taktik yox. Arkadaş 3-1'dir. 10 dəqiqə qalır. Çıxın hücuma da burada. Vüsal tələsir cəriməni yetirməyə. Uzun bir pas görürük. Yenə də Sənan. Sənan qoymur Əli top keçsin. Sanki betondan divar hörüb orada həqiqətən. Çox gözəl oynayır. Uzun bir pas. Vahid pasını verir. Samir. Topu itirdilər. Top Sənana gəlir. Sənan 10 nömrəli oyuncu ilə oynadı. Cinah dəyişdi. Bir daha Sənan. Sənanın pası keçmir. Zaur idi qeyd edim. Nizami irəliləyir. Nizamidən gözəl pas. Vüsalın zərbəsi qapçı İlkin. İlkin bəlkə də ilk gözəl seyvlərindən birini edir. Çünki qapısına çox zərbə gəlməyib. Rəhman irəliləyir. Pasını verdi amma top Nizamiyə gəlir. Nizami itirir topu. Sənan. Artıq Respekt komandası tələsmir, paslaşır. Vüqar, Hikmət. Bir daha Vüqarla oynadılar. Vüqar baxır. Aşırtma istəyirdi amma top rəqib komandanın oyuncusuna dəyir. Respekt komandası yerinə yetirəcək. Uzun bir pas. Zamen olunur, bəli. Hikmət itirdi topu. Zaur Vüsalla oynayır. Vüsaldan uzun bir pas. Dəqiq olmadı. Qapıdan zərbə. Sənan topu yerinə yetirdi. Vüqar. Uzun bir pas. Boşluq var. Hacəli. Və cərimə zərbəsi. Nicat birbaşa oyuncusunun üzərinə getdi.
və taymat götürür Respekt komandası. Baxaq taymatdan sonra cərimə zərbəsində qol görəcəyimi, ev tapşırığı varmı? Rıza kapitan Zamendə tapşırıqlarını verəcək. Bəli, taymat bitdi. Əli cərimə zərbəsi yerinə yetiriləcək. Canlı sətdə 2 oyunçunu görürük. Topun başında da 2 oyunçu var. Hacəli ilə Vüqar. Baxaq, ev tapşırığı olacaqmı? Hacəli topun qabağından keçdi. Vüqarın pası keçmir. Canlı sərt blok qoyur. Hələ də top Vüqardadır. Nicat pasını verdi. Sənani. Bəli, düzgün. Ayağınızda təriysən belə. Oldu, bırak. Koyun. Əbil topu yerinə yetirdi Nicat. Bir daha Əbil'in oynayır. Geriyə oynadı Zaur. Uzaqlaşdırır topu. Amma heç kim yoxdur. Qapçıya gəlir top. Qapçı baxır önə. Kimlə oynayacaq? Hakim sayır. Uzun bir pas. Topu saxladı Əzəli. Pasını da verdi. Bəli. Çobud bir oyun gördü. Yerdə qalır oyunçu. Hikmət qalxır ayağa. Heç nə yoxdur. Vahid yenə də canlı səttini qoyur. 2 oyunçu var canlı sətdə. Topun başında yenə 2 oyunçu görürük. Hacəli getdi. Topun başında 10 nömrəli oyuncudur. Zərbəsi qapçı Vahid. Yox, qeyd edim ki, bu Sənan idi zərbəni vuran oyuncu. Qapıda da Vahid çox gözəl çıxış elədi. Top çıxmayıb. Vüqar top uğurlaya bilmədi. Rəqib komandadadır top. Sənani sıyrıldı amma topu yenə də Respekt komandasındadır. Rəhman tələsdi və Nizat topu uzaqlaşdırır. Out. Geri oynadılar. Vüqardan pas. Top çıxdı. Out. Qapçı Vahidlə oynadılar. Vahid cinahı dəyişdi. Nizatın pası keçmir amma top yenə də Nizatdadır. Nizat irəlilədi. Pas verəcəkmi? Pasını da verdi. Sənani! Qapçı önə gələrək ilkin ona mane oldu və Sənani zərbə vura bilmir. Out. Respekt komandasının. Uzun bir pas. Nizat başla topu uzaqlaşdırır. Top Sənani'dədir. Sənani baxaq dubl edə biləcəkmi? Əlindən gələn edir. Pasını verdi. Əbil pasını verdi. Zaur. Bir daha Sənani ilə oynayır. Sənani itirmədi. Gözəl hərəkətlər, pasını da verdi Nicat. Zaurdan pas. Cinah dəyişildi. Əbil. Bir daha pasını verir Zaur. Gözəl paslar. Əbil bir daha verdi Zaura. Zaur topun çıxmağına qoymadı. Pasını verdi. Və küncdən zərbə. Xətai komandası gol istəyir. Həqiqətən hamısı mərkəzdən öndədirlər. Ara pası keçmir. Sənan topu uzaqlaşdırdı. Qapçı Vahid başla topu uzaqlaşdırır və pasını da verdi. Əbildən gözəl pas. Zərbə olacaqmı? Zaurun zərbəsi. Qapıdan aralı keçdi. Kapitan Nizaminin qıraqdan tapşırıqlarını gördük. Oyunda olmasa da komandası istəyir ki, uçsun. Qələbə qazansın. Sənan topu uğurladı. Rəhman pasını verdi. Eycün pasını da verdi. Bəli, yenə də Vahid. Zaur topu uzaqlaşdırır. Out. Vüqar Hacəli ilə oynadı. Vüqarın zərbəsi dəqiq olmur. Nizami oyuna daxil oldu. Pası keçmədi. Rəhmanın qüvvətli zərbəsi. Qapçı zədələnir. Qüvvətli zərbənin qarşısını almışdı. Nizaminin səhvindən sonra. Nizaminin səhvini bağışlayır. İnşallah ki, heç nə olmadı Vahidə. Elgün önü boşdu. Pasını verdi. Rəhmanın qüvvətli zərbəsi dirək.
Xətai komandası dirək qurtarır. Nicat əks hücumdur. Nicat nə edəcək? İtirdi, amma Sənanın zərbəsi. Qapının üstündən keçir. Artıq 46-cı dəqiqədir. Topu baxaq kim yerinə yetirəcək? Vüqardır, bəli. Vüqardan uzun bir pas. Rəhman topa çata bilmir. Vahid. Vahiddən pas Samirə. Samir irəliyir. Gözəl ara pası, amma dəqiq olmur. İlkinə gəlir top. Qapçı. Uzun bir pası. Hacəli topa getmir. Top qapçıya gəlir. Vahid baxır. Nizami ilə oynadı. Bir daha Vahid. Qapçıdan səhv. Rəhmana gəlir top. Rəhman edəcək. Pasını verdi, önü boşdu və gol! Elgün və gözəl hərəkətlər görürük. Elgün ayaq qapısını təmizləyir Vüqar. Gözəl gol sevinci. Bu gol sevincini biz çox yerlərdə görmüşük. Respekt komandasında bu gol sevincindən istifadə edir və hesab 4-1'dir. Respekt komandası öndədir. Top yenidən başlanılacaq. Samir geriyə oynadı. Ravil Nizami ilə oynayır. Nizaminin pası dəqiq olmadı. Hikmət nə edəcək? Pasını verdi. Gözəl paslaşmalar və qapıda Vahid gözəl oynayır. Samir'in pası dəqiq olmur. Xətai komandasında bir-birini başa düşmür oyuncular. Bir-birlərinə etiraz edirlər. Hikmət pasını verdi. Məhəmməd Əli. 10 nömrəli oyuncusunun pası dəqiq olmuşdu, amma Hikmət topu itirir. Sənani itirmədi. Şimdi oynayacaq. Nicata verir topu. Nicat baxır. Uzun bir pas. Bəli. Gözəl paslaşmalar, amma topu saxlaya bilmir. Samir. Respekt komandası yerinə yetirəcək. Geriyə oynadı Sənan. Uzun bir pas. Müdafiədə boşluq var, amma topu saxlaya bilmir 10 nömrəli oyuncu. Xətai komandası sanki müdafiəni buraxıb 4-1 hesabda geridədirlər. Bunun səbəbi də məncə budur. Cərimə. Topu Xətai komandası yerinə yetirəcək. Nicat Nizami ilə oynayır. Nizami irəliyir, pasını verir. Sərt oyun görürük və Respekt komandasının oyuncusu yerdədir. Canlı sədd qurulub. Topun başında 2 oyuncu var. Samir və Nizami. Baxaq zərbəni kim vuracaq. Məncə Nizamidən görəcək zərbə. Pasını verdi. Samir baxdı. Amma topu yenə də itirdilər. 10 nömrəli oyuncu uğurladı. Baxır, uzun bir pas. Hikmət, amma Vahid. Vahiddən gözəl hərəkətlər. Sənan topu uğurladı və qapı boşdu və bəli. Top xətti keçdi və gol oldu. Qolu vuran oyuncu Hikmət idi. Qapıcının öndə olduğunu gördü və gözəl aşırma zərbəsi ilə komandası sevindirir. Hesab 5-1'dir Əli. Nicat pası keçmir. Out. Respekt komandasının oyunun bitməyinə çox az qalıb Əli. 49-cu dəqiqədir. Baxaq Fərid Məmmədov neçə dəqiqədən sonra oyunu bitirəcək. Out. Xətai komandası yerinə yetirdi. Nicat. Nicatdan uzun bir pas. Ravil itirdi topu. Sənan. Məhəmməd Əli. Nicat oğurlaya biləcəkmi? Yox. Məhəmməd Əlidən qarşı oyuncuya vurur və top Nicatdan tərk edir meydanı. İlkin pressing görürük Nizamidən. Üsal top saxlayır. Pasını verdi Samir. Nizami və ilkin qapısı önə çıxaraq mane olur. Top Respekt komandasının. Qapıcı topu yerinə yetirəcək. Baxır önə. Kimlə oynayacaq? Uzun bir pas və ikinci hissə bitir. Hesab 5-1.
Şərtiniz mən Mirzəyhun Mənsimov və Spiker qardaşım Əli Ağayev. Sağ olun. Digər oyunlarda sizlərlə olacağıq.